Ey felek zulmün əyandır, bu necə dövr zamandır ki, İşimə ufağan fəğandır, məni yandırma aman. Gözümün eşki rəvandır, ürəyim dop dolu qandır, amma qamdan bu yamandır ki, neçə əhli qələmlər buraxıb canıma qəmlər, qarışıb dərd və həmlər, ürəyimin divərəmlər, qazetə, jurnallar, bu küfr işiyəmlər, necə cürətlərə qəmlər, yazılıb İslamə sitemlər, eləyirlər ki, gərək aləmi İslamdə. Hər ölkədə, hər şəhərdə dinarı dirəmlər saçılıb, məktəbi nisvan açılıb, qız balalar məktəbə hazır olalar, elmdə mahir olalar, fəzdə bahir olalar, başdan ayava geyələr, don gedələr, məktəbə 10-10 tutalar, şiveyi bipə oxuyub mərkməz hikmət alalar, dərsi təbabət bilələr, cümlə kitabət edələr, yazmağa adət, itə ismət, bata iffət. Aman eyvah, ay Allah, bu qövm oldu nə gümrah, bu nə şiveyi ikrar, bu nə zümreyi bədxar, salıb aləmə pərxaş, bunlar lal ola kaş düşə başlarına daş, Xudaya bu nə güftar, nə rəftar, nə murdar, nə biyar, fənakərə bizi sövq eləmək fikrinə amadə olublar. Qıza lazımdır əgər bilmək, o da ev işi paltar, dikişi köhnə, yumaq, yundaramaq, don yamamaq, səhnə səranı, süpürüb kasəni qabı, üfürüb küftə kələm dolması, mət halvası, ət bozbaşı, yalobiyalı aş, biri dəxi təndir, lavaş eyləməyindəndir ibarət ki, əgər bunları bilməsə eyb eləməz, ancaq qıza ən lazım əli 1-2-3 məsələni bilməkdir, bilsə olur əmrə kifayət. Biri oldur ki, gəlin getdi evdə bacarıb qaynataya, qaynanaya çımxıra bilsin ki, ona söz deməyə, biri kimsə olmaya cürət, biri də qaynı ilə sahibi mabeyninə bir hadiseyi təfriq edir, kim ona dair edə hilət ki, 5-3 gündə çox ildən qazanılmış bu qədər mührü məhəbbət ola təbiri əmavət, biri həm axırı ənümdəsi damda bacanınam, xoxunun xortdanın adlını bilməkdə gərəksə iqə övrət, nə qədər fail bisi var bu işin, gər ola diqqət ki, əgər ağlayayan ki, dəcəlliyə də bir tif nəhayət, anası söyləsə bu adları fil fövr edər övladını rahət və qalar əqli səlamət, başı çəkməz də məlamət. Ey felek zulmün əyandır, bu necə dövr zamandır ki, işim ahur və qamandır, aman və yandır amanın. Ey felek zulmün